Ağızda əriyən pambıq kimi yumuşaq ıslaq kek hazırlamaq istəyirsinizsə, videonu sona qədər izləyin. Yumurta və duzu biraz mikserlə qarışdırıb, ardınca şəkər tozunu əlavə edirəm, ağarıb artana qədər qarışdırıram. Ağaran yumurtanın üzərinə mikserin sürətini azaldaraq süd və duru yağı da əlavə edirəm. Biraz qarışdırıb mikseri bir kənara qoyuram. Yumurtalı qarışığın üzərinə quru ərzaqları ələdikdən sonra çırpıcı ilə qarışdırıb yağladığım borcamın içərisinə əlavə edirəm və əvvəlcədən isidilmiş sobada 180 dərəcədə bişirirəm. Sos üçün şəkər tozu, kakao, isti şokolad, duru yağ və süddən istifadə edirəm. Əvvəlcə quru ərzaqları qarışdırıb, ardınca duru ərzaqları əlavə edirəm. Vam odda 5 dəqiqə qaynadıqdan sonra ocaqdan götürüb soyuduram. Keksi sobadan çıxarıb biraz soyutduqdan sonra kvadrat formada kəsirəm. Üzərinə isə ilıq şəkildə olan sousu əlavə edirəm. Ən son üzərini kokos qırıntıları ilə bəzəyirəm. Çox dadlı və yumuşaq idi. Hazırlayan hər kəsə nuş olsun.